Paytaxt Bakıda mikromobillik vasitələrindən, əsasən də skuterlərdən istifadənin artması müşahidə edilir. Bu müsbət göstərici olsa da, təəssüf ki, bəzi hallarda skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilmir. Beləliklə, həm təhlükəsizlik qaydaları pozulur, həm də bu digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır. Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları bunlardır. Bir skuterdə 2 nəfərin hərəkət etməsi, piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması. Baş Dövlət Yol Polis İdarəsi bir daha xatırladır. Skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər. Ekspertlərin fikrincə, bəzi hallarda qayda pozuntularına səbəb skuter və digər fərdi mobil vasitə istifadəçilərinin məlumatsızlığıdır. Artıq qanunvericilikdə bununla bağlı maddələr var. Həm yol hərəkəti haqqında qanunda dəyişiklik edilib, həm də İnzibati Xətalar Məcəlləsində. Yaxşı olar ki, onlar belə nəqliyyat vasitəsini idarə etməzdən öncə həmin qaydalarla tanış olsunlar ki, qayda pozan zaman onları nə gözləyir? Onlar bilməlidirlər ki, həmin o skuterlə, elektrikli samokatla qayda pozduqda burada 40 manat məbləğində cərimə var. İnzibati Xətalar Məcəlləsində təsbit olunub. Bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Bir sözlə, skuter sürərkən qaydalara əməl etmək bizi həm məsuliyyətdən azad edir, həm də baş verə biləcək qəzalardan qoruyur.